Salam, mən Kənan Məstəliyev, Rekorda saytın baş redaktoru idman jurnalistiyəm. Siz isə 11 adamdasınız. Ənəvə olaraq müsahibəni mən tək yox, dəyərli həmkarım, dostum, dəyərli jurnalist Anar Xanovla bir yerdə götürəcəyik. Anar, xoş gəlmisən. Hoş gördün, salam. Qonağımız isə Hüseyn Məmmədovdur. Adın, familiyasını demək bəsdir ki, futbolun içində olan şəxslər, hər kəs kiçikdən böyüyə yaş fərqi olmadan hamı onu xatırlasın, onun oyunlarını, onun karyerasını xatırlasın. Milli komandanın sabiq baş məşqçisi, hal-hazırda milli komandada işləyən, yəni 19 yığma komandasında işləyən Hüseyn Məmmədov qonağımızdır. Hüseyn mənim xoş gəlmisiniz. Çox sağ olun, hər ikinizə minnətdaram. Məni dəvət etdiyiniz üçün həqiqətən də mənim üçün xoş oldu bu verilişdə iştirak eləmək. Çalışacağam ki, yəni ki, səmimi olum. Hər zaman verdiyiniz suala necə cavab vermişəmsə, yenə də cavab verməyə hazıram. Təşəkkür edirəm. Səmimiliyinizə şübhəm yoxdur. Ona görə də elə bu müsahibəyə biz özümüz də can atırdıq. Hüseyn, necə siz nə işlə məşğulsunuz hal-hazırda? Təlim-məşq toplanışı var idi. Hal-hazırda U19-da Qapıçılar üzrə məşqçiyəm. Artıq 5-ci ildir ki, millidə işləyirəm, milli komandada işləyirəm. Bu yaxınlarında demək olar ki, biz də Qəbələdə təlim məşq toplanışındaydıq, seleksiya xarakterli. Daha doğrusu bu verilişdə bir neçə gün bəlkə də qabaq olmalıydım. Artıq bugünə təsadüf elədi. O da uzborumuzla bağlı idi, yəni təlim məşq toplanışı ilə bağlı. 19-da işləyirsiniz, gənc nəsil, yəni 19 yaşdan sonra mı artıq, 19 yaşında artıq futbolçular peşə açmağa başladılar. Yəni bu yaş elə bir ki, keçid yaşıdır ki, burada artıq bilir ki, bu futbolçular, bunlardan nə olacaq, belə deyək. Nə olacaq bu futbol? 19 yaşında nə görürsünüz Azərbaycan futbolunun bugünkü durumunda? Artıq düz vurğuladınız. Həqiqətən də 19 yaşlı futbolçu artıq professional sayılır. Çünki professional sayıldığına görə də bunlar yetkinlik, belə deyək də, 17 yaşından sonra 18-19 yaşı olan futbolçular artıq belə deyərdim ki, Premier Liqada oynamağa layiq futbolçular olur. Düzdür, bugün belə deyərdim ki, o sferada futbolçularımız var, belə deyərdim, azlıq təşkil edir, daha çox olmalıdır, daha yaxşı futbolçularımız olmalıdır o yaşdakı gələcək, belə deyərdim, klublarımız olsun, millimiz olsun, yaxşı nəticələr əldə etməyimiz üçün. Amma bugün üçün yenə deyərdim ki, biraz o barədə çox çətinliklər çəkirik. Şəxsən bizim özümüz hal-hazırda bu dəqiqə belə deyərdim ki, seçimlərdə də görürük ki, gənc nəsil olaraq yetişən futbolçularımız çox həddindən artıq o səviyyədə də deyirlər. Bunun səbəbləri haqqında uzun müddət danışmaq olar. Futbolçular meydanda, yəni 11 nəfərdən 10 nəfər meydançada olur, 1 nəfər isə qapıda olur. Bizi əsas, yəni sizin dəvət eləməmizin səbəblərdən biri də məhz qapıçı mövqeyidir. Təbii ki, meydan futbolçuları öz yerində, amma qapıçı komandanın yarısıdır, hətta 70%-dir deyirlər. Yəni əgər komandanın qapıçısı etibarlı olursa, müdafiə də rahat oynayır, komanda rahat oynayır. Etiraf eləmək lazımdır ki, son illərdə, yəni sizdən sonra hətta yəni Kamran Ağayevə 1-2 futbol qapıçını çıxmaq şərti ilə o səviyyədə qapıçı yetişmir. Sırf qapıçıların yetişməməsi və hal-hazırda bizim qapıçı defisiti yaşamağımızın səbəbi nədir? Düzdür, açığı belə deyərdim ki, həmən dönəmdə də belə deyərdim, azlıq təşkil edirdi bu yöndə qapıçıların məsələn. Yəni bizim dönəmə baxanda, yəni ki, bizdə rəqabət var idi, həqiqətən rəqabət var idi. Məsəl üçün, həm legioner həyatı yaşayan qapıçılarımız var idi, Rıtkov idi, Karamarenko idi, daxili çempionatımızda İlxan Həsənov idi, Nizami Sadıqov idi, Camal Əliyev idi, digərləri çoxların adını saymaq olar. Məsəl üçün, orada Cahangir Hacıyev, Cahangir Həsənzadə, Rauf Salamov var idi, Rauf Mehdiyev var idi. Yəni bu nəsildə arxadan gəlirdi, gənc nəsildə. Belə deyərdim ki, o rəqabətin qarşılığında hər şey belə deyərdim, daha belə deyərdim ki, görsənən tərəf o idi ki, qapısı barəsində çətinliklərimiz yox idi, açığı. Düzdür, belə götürək, belə sual da qaynaqlana bilər ki, əgər elə bir şey yox idisə, nəticələrimiz, düzdür, ümumi bir komandanın... Bu nəticə ümumi komandanın nəticəsi. Bəli, ümumi komandanın nəticəsi. Amma bu yanda, belə deyərdim, daha etibarlı yerlərdən biri idi milli komandalarımızda.
belə deyərdim, qapı xətti həmişə normal olub. Amma bu gün üçün yəni verdiyiniz suala da belə cavab verə bilərəm ki, həqiqətən də düzdür, çətinliklərimiz var. Məsəl üçün mən şəxsən özüm artıq bu neçə ildə daha belə deyərdim ki, elə bir hal baş veribdi ki, bizdə elit, özünüz bilirsiniz də, elit layihə var da. O elit layihə Bakıda da belə deyərdim bir məntəqəsi Bakıdaydı. Biz o zamanlar orada da həm işləyirdik. Açığı imkanım olan kimi dərhal başqa yaxşı gördüyüm perspektiv uşaqları cəlb eləmişəm. İndi hal-hazırda o uşaqlardan biri sual da verə bilərsiniz ki, Hüseyn müəllim, bəs cəlb elədiniz bu uşaqlar necə oldu, hardadır, nətəridir? Mən deyə bilərəm ki, yəni bunu özünüz də bir belə deyərdim ki, yoxlaya bilərsiniz. Yəni həmən suala gələcəm, nəyə görə ki, qapıçı niyə yetişmir? Biri Səbaildə idi, Səbail klubundan cəlb eləmişdim. Biri Zirə klubundan cəlb eləmişdim. Sadiq hal-hazırda Qarabağdadır, məlumatınız var. Səlim də Zirə komandasındadır. Yəni bunu nəyə görə açıqlama verdim? Yəni hər bir klubda da, hər bir məşqçi lazımi səviyyədə bacardığı işi öhdəsindən gəlsə, lazımi səviyyədə işləyə bilsə, qapıçı kimi çalışmalıdır ki, əlbəttə ki, bu yöndə iş görüb qapıçılar yetişdirsin ki, bu mövqedə çətinliklərimiz olmasın. Bu da ondan qaynaqlanan şeylərdir. Yəni məlumatınız olsun ki, yəni ki, həqiqətən də klublarımızda bu yöndə qapıçı məşqçilər olmalıdır, bu yöndə iş görməlidirlər ki, bu gün hər bir klubda lazımi səviyyədə yaxşı, gənc nəsil yetişsin ki, Azərbaycan futbolunda bu yöndə problemimiz olmasın. Neftçidə və digər komandalarda qapıçılarımız var. Amma onların sanki elə gəlir elə bir ki, fiziki forması da etibarlı deyil. Yəni nə boyun buxunda elə bir ki, o etibarı vermir. Düzdür, boy prinsipi etibarlı deyil, sizin misalınızda. Bəli. Yəni daha çevik ola bilər, daha qıvraq olaraq qapını qoruya da bilər. Amma yəni müasir futbolda tendensiya odur ki, fiziki hazırlığı qapıçının daha yaxşı olmalıdır. Artıq bəli, artıq indi bu yöndədir. Futbolun yəni ki, belə deyim, kriteriyaları var. Bu gün qapıçı kriteriyaları da bundan ibarətdir. Həqiqətən də biz özümüz Avropada olanda bu yöndə belə deyərdim ki, oyunda olan hadisələr onu göstərir ki, yəni ki, həqiqətən də daha uca boy qapıçıların olması daha işin keyfiyyətinə xeyir verəndir. Çünki artıq bilirik ki, rəqiblərimiz Avropada istədiyimiz qədər lazımi səviyyədə belə deyərdim, cüssəli futbolçular olur, fiziki gücləri çox olan futbolçular olur. Bu yöndə də qapıçıların daha uca boy olması, daha fiziki gücü olması vacibdir. Sonuncu müdafiəçi kimi oynamalı. Bəli. Əlbəttə ki, indi artıq bilirik ki, müasir futbolda qapıçılardan tələb olunan şey birinci növ odur ki, arxada müdafiəçi rolunu oynasın. Yəni bizim zamanda belə deyək, o sferada olmasaydı, yəni indi özünüz xatırlayırsınızsa mənim oyun tərzim həmişə önə çıxardım, həmişə sığortalarda iştirak eləyərdim, ayaqdan yaxşı oynamışam, yəni özümü tərifləmək olmasın, yəqin ki, olan şeylərdən danışırıq ki, bu gün də əlbəttə ki, bütün qapıçılardan bu tələb olunur. Bu gün üçün də, yəni bu yöndə yanaşma olmalıdır. İstər klublar, yəni ki, qapıçı məşqçiləri bu formada, bu sistemdə işləməlidir. Yəni lazımi səviyyədə də məşqçilər olmalıdır. Yəni ki, o yöndə ki, yəni gənc nəsil yetişdirə bilsin. İndi yəni birdən sual verə bilərsiniz ki, Hüseyn müəllim, siz necə görürsünüz? Mən gördüyüm şey budur. Mən məsəl üçün ən azından mənim təcrübəm var, illərdir karyeram var, meydanda təzyiqlər görmüşəm, oyunlar görmüşəm. Belə deyərdim ki, bunları gördüyümə görə həm bir qapıçı kimi onlardan da mən bəhrələnib bu yetişdirdiyim qapıçılar üçün informasiyalar verirəm ki, yəni gələcək sizi nə gözləyir, necə olmalısınız, necə yetişmək üçün, necə formada iş görməlisiniz, işləməlisiniz, əzmkar olmalısınız. Bunlar olmalıdır. Bu informasiyaları bir məşqçidə olmasa, yəni tələbəyə ötürmək çox çətin olur. Premyer Liqada çıxış eləyən və milli komandada oynayan qapıçılarımız var. Onlarla belə bir söhbətləriniz olurmu? İndi təbii ki, bir futbolçunun özünün klubu var, özünün məşqçisi var, o ayrı məsələ. Amma ən azından bir üzə gəlir sistemimiz, söhbət edib, bir tövsiyə verirsinizmi? Onların problemlərini, onlar niyə o səviyyə çatdırmadıqlarını düşünürlər? Mən açığı bir neçə dəfə belə deyəm, belə hallardan rastlaşmışam, düzdür olub. Məsəl üçün rast gəldiyim qapıçılar olub. Sadəcə onlara belə deyərdim ki, belə bir
tövsiyələr vermişəm ki, çalışqan olmalısan, istəkli olmalısan, məqsədin olmalıdır. Yəni qarşına məqsəd qoymalısan. Səhv eləmirəmsə bir dəfə U21 İngiltərə ilə oyunda Sabahın gənc qapıçısı Yusuf İmanov heyətdə deyildi. Mən onunla biraz söhbət elədim, açığı. Yusufə müəyyən tövsiyələrimi verdim. Dedim, gənc qapıçısan, sənin bura gəlməyin, burada olmağının səbəbkarlarından biri də mənəm. Özü də etiraf elədi ki, bəli, o vaxtı gələndə, yəni mən ona kömək elədim. Yəni onlar hassa Ağdamdan gələn, belə bir şeydir. Yəni burada yazılmaq üçün Sabah futbol klubuna. Və ona tövsiyələrimi verdim. Sadəcə olaraq ondan sonra məlumatınız yəqin olardı da, yəqin var. Ondan sonra artıq o əsas heyətdə də durmurdu. Əsas heyətdə də durmurdu o dönəmdə. Sonra qayıtdı əsas heyətə. Əsas heyətə. Orada müəyyən düzdür, mən bunu deməliyəm. Yəni sual elə bir sualdır ki, ona elə cavab verməlisən ki, necə oldu ki, Hüseyn müəllim dedin, o getdi təzədən əsas heyətdə başladı oynamağa. O mənə bir-iki dənə yanaşmada gördüm ki, məşqçi amilində problemi var idi. Yəni ünsiyyət qurma söhbəti gedir, ünsiyyətdən gedir. Mən dedim ki, sən əzmkar olsan, istəkli olsan, heç bir məşqçinin sənə təzyiqi ola bilməz. Dedim, mənə çox təzyiqlər olub zamanında. Mən bunu da deyə bilərəm ki, necə təzyiqlər olub. Biz Gəncədə, Kəpəzdə oynayanda mən Nizami Sadıqovu gətirdilər komandaya. Artıq belə deyərdim ki, rəqabət artdı və gördüyüm şey də oldu ki, mənim ikinci planda görürlər. Bəli. Məni ikinci planda görürlər. Amma mən qarşıma məqsəd qoydum ki, mən bu rəqabətdə uduzmayacağam. Çalışqan olmalıyam, istəkli olmalıyam, əzmkar olmalıyam, məşqlərdə göstərməliyəm ki, mən zəif deyiləm. Və elə də oldu, artıq o yöndə də olan hər bir qapıçı gələcək karyerasında istədiyi şeyə nail ola bilər. Yəni bu təsəlli olaraq verilməlidir. Düz deyirsiniz. O gördüyümüz, qarşılaşdığımız qapıçılara yəni ünsiyyət qurub nəsə deyirsinizmi? Əlbəttə olur belə hallar. Yəni ki, onlardan da biri bu oldu. Sonra yenə özünüz də bilirsiniz ki, artıq legioner qapıçı gəlməyi dərhal. Bu da hər bir belə deyərdim ki, qapıçının özündən asılıdır. Yəni biz tövsiyə verə bilərik. Onu gərək özü axıra qədər davam edir. Yeri gəlmişkən Hüseyn müəllim, Yusufla bağlı bir maraqlı şey deyim. Belə başa düşürəm, sizin onun üzərində əməyiniz çox olub da. Siz onu müəyyən dəstəyiniz olub ki, o gəlib Sabahda əsas heyətdə dayanıb filan. Mən məsələn bir dəfə milli komanda səfərimizdə səfərdə xatırlayamıram, bu yaxın müddətdə olub, hansısa komanda ilə oynayırdı. Orada qapıya milliləşdirilmiş qapısını qoymuşlar. Mehdi Cənnətov müəyyən müzakirələrə səbəb oldu. Sonra onunla bağlı Santuşa sual verdilər. Düz o fərqli cavab verdi. Amma sonradan mənə daxil məlumata görə əslində Santuş həmin oyunda qapıya Yusuf İmanovu qoymaq istəyirmiş. Sadəcə qapısı hazır olmadığını bildirdi. Yəni məşqçi sizə sözü eşitsiz. Bəzən futbolçunun qapısının üzərinə baxanda bilirsən ki, bu oyuna hazırdır, yoxsa qapısı həyəcan olur. O qədər həyəcanlı olub ki, yəni belə deyək, qapıya Mehdi Cənnətov qoyulub. Yəni sözüm nədir? Bizim bugünkü qapıçıların bu problemi də var. Ümumiyyətlə psixoloji sınırlar, zəif olurlar. Bunun səbəbi nədir? Yəni dediyim odur ki, bu yöndə, bu formada, yəni ki, ən azından praktika keçmiş məşqçilər o yönəltdiyi, yetişdirdiyi qapıçılara informasiya verdikcən, onlar onu belə deyərdim, qəbul eləyir və gələcək üçün hazırlaşır ki, yəni məni bu şeylər gözləyir. Psixoloji cəhət. Bəli. O psixoloji cəhətdən hər zaman bu vacibdir. İlk öncədə olan şeylərdir. Əgər mən bir karyeramda, futbol aləmində, yəni mən o təzyiqi görməmişəmsə, o şeyləri görməmişəmsə, mən necə informasiya verə bilərəm. Amma dərinliyi var. Sual qaynaqlana bilər. Uşaq sönüf deyə bilər. Hüseyn müəllim, siz hansı oyunda görmüsünüz bunu? Mənə tövsiyə versən, özün necə olmuşsan da? Mən nə deyim? Məsəl üçün. Ona gələcək. Yəni onunla bağlı. Amma qaldı dediyiniz kimi o qapısı ilə bağlı o suala düzdür. Mənim elə bir böyük rolum olmayıb. Sadəcə olaraq mənim onun köməyim olub. Köməkdir. O da az bir şey deyil. Kluba yönəltmişəm, xahiş eləmişəm, götürüblər. Yəni belə bir şey. Amma qaldı ona baxmayaraq hər bir qapıçı, hər bir futbolçu bizim üçün əzizdir. Baxmayaraq hansı klubdadır, harda oynayır. Yəni biz Azərbaycan futboluna xidmət edən birisiyik. Eləmişik, eləyəcəyik də, borcumuzdur.
o da demək deyil ki, mən o komandada deyiləm və yaxud da burada deyiləm. Mən ən azından Azərbaycan futbolunda gənc nəsilə dəstək verməyi bacarmalıyıq. Hər birimiz kömək eləməliyik. O yöndə də qaldı, düz deyirsiniz. Əlbəttə ki, onda o şeylər var, eşitmişəm, məlumatım da var. Yəni ki, belə biraz bu formada yanaşması var. Hardasa çətinliyə düşəndə uca başlayır. Problem yaranır. Əslində səbəb mən bu barədə düşündüm. Mənə də artıq aydın oldu ki, Yusif İmanovun qapıçılığında problem nədir? Nəyə görə deyirəm? Çünki Yusif İmanovun qapıçılıq bacarığına şübhə yoxdur. Yəni ən azından bunun sevgiləri, bəli. yəni bu adam yaxşı qapıçıdır. Amma bəzən elə kobud səhvlərə yol verir ki, yəni çox adi səhvlərə Bəsit yol verir. qollar. Yəni Bəli. bu form bəsit səhvlər eləyir və bunun bir səbəbi olmalıdır. Adam necə ola bilər ki, oyun ərzində məsəl üçün 6 dənə seyv eləyir, 9-luqdan Bəli, çıxardır, təhpətə ilə ayağına falan, amma bir dənə top üstünə gəlir, Bilicdən toplar. yaxın Yaxın gücdən buraxır, ya ayağının arasından buraxır. Yəni bunun bir normal bir səbəbi olmalıdır. Çünki bu adam əgər bu adam qapıçılığı yoxdursa, o seyvlərini Eləməz. Bəli. Onu deməli bu adamın səhvi məhz Hansısa bir detal çatmır da. Əlbəttə Psixoloji ki, məsələ, psixoloji hazırlıq məsələ. məsələsi. Bəli, Digər bəli, bəli. qapıçılar Mən sizə deyərdim ki, 99% odur. Onda o problem var. Yəni belə deyək, biz belə deyək də qrupu bir nətər deyim sizə, belə bir söz çıxır da. Biz həmişə bu sözü işlətmişik açığı. Mandraj. Mandraj. Rus Həyəcan. dilində. Həyəcanlı olur. Pastayan həyəcan içində olur. Belə hallar məsəl üçün mən deyim də sizə, məndə də olub zamanında. Haçkin mənim 15 deyərdim 16 yaşım olan zamanlar böyük futbolçulara qarşı oynayanda yaranmışdı bu şeylər məndə. Mən özümdən asılı olmayaraq özümün içimdə belə deyək də həyəcan basırdı. Belə bir formada bir hiss gəlirdi. Amma bizə deyən yox idi ki, qorxma və yaxud da bu belə olar, o elə olar. Özümüzü başlayırdıq o yöndə hazırlamağa. Yəni özümlə danışardım, özümə sual verərdim, öz sualıma cavab verərdim. Yəni bu yöndə, yəni psixoloji bu özümü psixoloji hazırlamağa başlayırdım. Belə zaman təzyiqləri görə, yəni bizim o gündən bu günə fərqi nədədir? Bizim o vaxtlar qapıçı məşqçilərimiz olmayıb, özünüz bilirsiniz. Bəli. Amma indi maşallah hər klublarda qəşəng şərait, məsəl üçün qapıçı məşqçilərə hər şey var. Bəli. İndi o zaman yəni dediyim odur ki, biz özümüzü hazırlayırdıq, özümüzə məsəl üçün belə deyək, məşqçi idik. Amma indi artıq bu sferada hər şey var. Hər bir klubda məşqçi var, hər klubda, hər yaş qrupunda məşqçilər var. Bunlar hazırlamalıdır. Bunlar belə deyək, ilk öncə hardan başlamalıdır? Aşağıdan. Uşaq futbolundan yetişdirməliyik o yöndə. O təzyiqləri, o şeyləri görsün. Ola bilər, yəni belə deyərdim ki, onun o sferada belə deyəm, psixoloji hazırlıq planında bərbadçılıq var deyin. Bu gün üçündə bax o yöndə gəlib o səviyyə çatanda başlayır problemlər yaşamağa. Yusufdan fərqli bir başqa gənc qapısında adını çəkir Rıza Cəfərli. Son dönəm Etrafildəki öndə olan qapısı. Bəli. Millətdə də artıq əsasiyyətdə yer alır. Neftçi məktəbindən çıxıb səhv. Siz də Bəli. Rıza da ilk durduğu vaxtlarda bir neçə kobud səhv olmuşdu, amma o görünən budur ki, sınmadı Yusuf müqayisədə. Rızanın potensialını necə görürsüz və Rıza nə etməlidir, nə etməlidir ki, böyləcə bu qapıçı problemindən biraz bizi qurtara bilsin və yaxud da gələcəkdə Avropaya açıla bilsin. Məncə Rızaya olan məsəl üçün belə deyərdim ki, bu gün dəstək bəlkə də Nizatda çox az Yusifdə çox az oldu həqiqətən. Həqiqətən çox az oldu. Mən belə görürəm. Nəyə görə? Çünki orada belə bir yanaşma oldu. Bunun oynama müddəti dərhal konkurensiya gəlməyi, bunlar hamısı şərtdir. Yəni biz bu yolu keçmiş birisiyik, ona görə deyirəm. Şərtdir. Yəni mən dediyim sizə etop mənim də başıma gələn şeylər olubdu. O təzyiqdir. O istər-istəməz onda başlayır şey yaratmağa, narahatçılıq yaratmağa. Rıza daha rahat. Amma Rızada daha rahatçılıq yaranıb. Nəyə görə? Baxın. Rıza oynadığı dönəm hansı dönəmə düşür və hansı məşqçilər gəlir, gedir. Baxın. Rızanın oynadığı dönəmi yadınıza sala bilərsiniz. Hardan başlayır? Və sonra davamiyyətli olur. Davamiyyətli olur. Rəqabət var idimi?
Yox. Yox idi, Emin Balayev qırılır. Bəli. Allah köməyi olsun. İndi artıq futboldur da. Yəni hər bir zaman hər bir qapıçını gözləyən bir şeydir. Sonra Brkic var idi. Bəli. Yəni Brkic var idi. Brkic də zaman oynayanda Rıza oynayırdı mı? Yox. Zaman hardasa başladı problemlər yaşamağa, məşq amili oldu, dəyişik. Bunun elə bir vaxta düşdü ki, artıq Rıza belə deyəm, sərbəstlik aldı. Hər bir məşqçidən sərbəstlik aldı. Təzyiq görmədi. Təzyiq altında qalmadı. Və artıq Rıza demək olar ki, bu davamiyyətdə oynadıqca da bu Artıq sərbəstlik də var. Arxaya baxır, heç kim yox. Sərbəst oynayır. Legioner qapısı yoxdur. Bəli. Yəni bu amillər var yəni. Amma Samir Abbasov da ona sanki daha çox güvənir, şans verir və kapitanı salırsın ona verir. Sizə bu şərtdir qapıçı üçün psixoloji cəhətdən, yəni Siz məncə qapıçı həmişə bilirsiniz də meydanda belə deyərdim. Hökmranlıq eləyən bir belə deyərdim ki, mövqeyidir. Çünki bütün arxada oynadığına görə, bütün hər kəsi gördüyünə görə belə deyərdim ki, idarəçilik eləmək onun üçün daha asandır və idarəçi rolu oynayır. Meydanda da düzdür, qapıçı da baxırsan ki, bütün artıq dünyada qabaqlar çox az rast gəlmək olardı ki, kapitan qapıçı olsun. Bəli. Çünki səbəbləri var. Sual da verə bilərsiniz. Niyə də olmasın? Yəqin ki, hakimlə danışmaq Bəli, üçün. tamamilə doğrudur. Tamamilə doğrudur. Bəlkə də onu çox adam bilmir. Biri var qapıçı qoyur qapını gedir. Belə şeylər var. Afərin görürsən. Bunu bəzi futbolçuya sual verir bilməyəcəkdir. Yəni bu yanaşmalar var, amma bu da ondan qaynaqlanır ki, hardasa Samir müəllimin ona daha belə deyim psixoloji köməyidir. Daha belə deyim etibarlı oynamasıdır. Bunun özü yaxşı addımdır. Gözəl addımdır məşqçi tərəfindən ki, hardasa bir gənc futbolçuya belə baxanda orada futbolçular var. Haskin belə deyərdim. Bəli, bu gün üçün həqiqətən də yəni bu inamı vermək lazımdır. Bu psixoloji dəstəyi vermək lazımdır. İnam demişkən, mən bu qapıçının adını çəkməsəm olmaz. Şahrudin Məmmədəliyev mənim açıq deyirəm yaralı yerimdir. Yəni bu adama şans verir. Qurban Qurbanov qədər Qurban Qurbanovun bir dənə xasiyyəti var. Bir adama şans verdisə, axıra qədər, son nöqtəsinə qədər şans verəcəkdir. Yəni bu adam elə bir səviyyəyə düşməlidir ki, Qurban müəllim ondan imtina eləsin. Çünki və belə olanda da həmən futbolçular bir var komanda üçün, forma üçün, bir də baş məşqçi üçün mübarizə aparmağa razılaşırlar. Yəni baş məşqçi üçün döyüşməyə hazırlar. Bəli. Şahrudin Məmmədəliyevə verilən şans Azərbaycan futbolunda heç kimə verilməyib. Amma bu adam dediyimiz kobud səhvlərlə yadda qalır. Yenə də sevlənə söz yoxdur, yəni səviyyəsini başa düşürük. Amma da yəni səhvlərlə yadda qalır. Yusuf İmanovla bağlı dediyim məsələyə fikirləşirəm. O Yusuf İmanovun məktəbi, şkolası Azərbaycanda. Amma bu Şahrudin oradan keçməyib. Şahrudin başqa şkola. Və maraqlı məsələ nədir? O Şahrudin Məmmədəliyev və Andrey Lunyov eyni məşqçidən çıxıblar. Bəli. Eyni məşqçi ilə məşq eləyiblər. Lunyov hansı səviyyəyə gəlib çatıbdı və hansı qapçılıq tərzinə var və Şahrudin hansı səviyyəyə gəlib çatıbdı. Yəni böyük fərqlər vardı ortada. Şahrudin Məmmədəliyevin problemi nədir sizcə? Mən bu suala tam səmimi cavab verim. Yəni o dediyiniz ilk öncə o Lunyovdan bunun səviyyəsi siz çox gözəl bilirsiniz ki, Lunyov artıq belə deyərdim ki, Rusiya çempionatını uzun illər oynadı. Yəni bir Rusiya milli komandasının qapıçısıdır. Yəni bu sferada amma Şahrudin oynamayıb. Yəni Şahrudin sadəcə olaraq hara gəlib, harda olub, hardan başlayıb. Şahrudin Qusardan başlayıb. Bəli. Düzdürmü? Birinci lig diviziyonu. Amma biz Lunyovu görməmişik ki, Qusarda, Azərbaycanda. Yəni belə də götürəndə Rusiya çempionatından bizim çempionatın fərqi var idi. Bəli, təbii ki, Rusiya çempionatı daha səviyyəli idi. Yəni ki, özünüz də bilirsiniz ki, şübhəsiz. həddindən artıq belə deyərdim, milyonlarla pulu olan, büdcələri olan klublar olub. Böyük klublar var. Böyük klublar var da. Spartakdır, Dinamo Moskvadır, CSKA-dır, Zenitdir. Bunların həmişə pulları olub. Даже aşağıda olan komandalarında. Buna baxmayaraq orada səviyyə başqa, bizim Azərbaycan çempionatı gedə biraz belə deyim, rəqabət görmək, səviyyəmiz qalxmaq, zaman belə gəlib ora çatmışıq.
Şahrudinə gələndə, yəni mən özüm bir qapıcı kimi, mən həqiqətən bu suala səmimi cavab verəcəm. Həqiqətən də ən istəkli, ən əzmkar, ən çalışqan qapıcılardan biridir. Onun o xasiyyəti, onun o istəyi onu bu səviyyəyə gətirib çatdırıb. Amma digərlərinə gələndə, Kənan, mən deyərdim Anar, inan bu yöndə, bu formada, bu xarakterdə deyirlər. Fikrim tam Bəlkə də başa. Qurban Qurbanov ona şans verməsin səbəbi. Səbəbi də odur. Qurban müəllim çox yaxşı tanıyıram. İllərdən bir yerdə oynamışıq, illərdən bəli işləmişik və onun istəyini, çalışqanlığını, onun əzmkarlığını mən görmüşəm. Yəni bir komandada o da məni kimi istəkli, çalışqan, əzmkar, əziyyət çəkməyi bacaran, o yönlü futbolçulara böyük hörmət edir. O yönlü futbolçulara dəyər verir. O həmişə tələbkarı sevir. Açığını deyim. İnanırsınızmı? Yenə deyirəm, bugün Şahrudinin inanın milli komandada qapıda durmasının səbəbi, Qarabağda uzun illər oynamağının səbəbi onun o çalışqanlığı, əzmkarlığı, onun o belə deyərdim, döyüşkənliyi olub. Yəni dediyiniz o amillər var, səviyyə, Lunyovun bundan olan fərqi. O tamam başqa bir sferada görsəndir, bu başqa sferada görsənir. Çünki bunların yanaşması fərqlidir. Görürsən, belə deyəm, Lunyov sərbəst, amma tap. Mövqeyin düz seçməklə bəhs edir. Bunlar fərqlidir. Niyə görə? Dediyim şeylər var orada. Dediyim o kriteriyalar var. Onların hamısı orada toplanır və orada görsənən şeylərdir. Bugün də dediyiniz kimi o dəstəyin, ona olan etibarın səbəbi budur. Yəni hər bir qapıcı elə olmalıdır. İstəkli olmalıdır, çalışqan olmalıdır, əziyyət çəkməyə bacarmalıdır və mübarizə aparmalıdır. Yanınıza bir şey də salın. Bundan qabaq Qarabağda Portuqaliyalı bir qapıcı var idi. Yadınızdadırsa, adı yadımdan çıxdı. Avroliqalarda oynadı, səhv eləmirəm. Mərkəzdən top buraxdı şeylə oyunda da, Vorsklayla oyunda deyəsən. Bakı Olimpiya stadionunda. Real danışaq. İndi dediyiniz suala cavab səmimi vermək lazım. Qurban müəllimin inamı. Qurban müəllim həmən o Portuqaliyanı qoydu qapıya və onun oynadığı oyundan sonra Şahrudin keçir qapıya və davamiyyətli olaraq hər oyunda siz demişən, elə bir seyflər eləyirdi, elə bir də görürdün düzdür, 3 oyundan, 5 oyundan bir səhv o deməkdir ki, məşqçi o futbolçunu atmalıdır, qırağa qoymalıdır. Onu eləməməkdə məşqçinin, belə deyim, daha yaxşı futbolçunu anlamasıdır və futbolu anlamasıdır. Dünya futbolunda belə bir şey yoxdur. Bir səhvə görə bir oyunda bir futbolçunun üstündən xətt çəkmə. Əksinə, o psixoloji tərəfdən dəstək olanda daha o futbolçuya imkan yaradırsan ki, özünü tapsın. Amma bir şey də deyək ki, bəli, ona dəstək olunur, amma qapıcı sima deyəndə bir futbolçu olaraq etibarlı sözlər bilinir. Yəni sən ola bilər ki, super seyvlər eləyə bilərsən, amma elə səhv buraxarsan ki, komanda məğlub olar və Şahrudində bu səhvlər həddən artıq çox oldu. Yəni bəli, tamamilə doğrudur. Ona görə də bəli qeyd elədiyiniz kimi onun əzmkarlığı, döyüşkənliyinə görə Qurban Qurbanov ona etimad göstərirdi, amma komandanın nəticələri də aşağı düşməyə başladı. Çünki adam mərkəzdən top buraxırdı, qaytardığı topu. Biz onu yəni Şahrudinin səhvləri artıq yəni düzlərindən daha çox olduğuna görə artıq elə bir vəziyyət yaranmışdı ki, onu artıq ikinci plana atmaq lazım idi. Belə bir vəziyyət yarandı. Nəzərə alaq Şahrudin də legionerdir. O yerlilərdən iki baş üstün olmalıdır. Yerli pasportuyla oynayır da, amma mən sizə bir şey də deyim də. Yəni sadəcə olaraq biz yanaşmamız var da. Bizim hər bir futbol belə deyək ki, baxışımız var, futbola baxışımız var. Yəni mənim burada olduğum üçün, bu işin içində olduğum üçün mənim düşüncələrimlə bəlkə də sizin düşüncələrinizdə fərq var. Həqiqətən fərq var. Düzdür, eyni söz deyirik, eyni fikri də paylaşırıq, eyni belə deyəm, mövzudan danışırıq. Sadəcə olaraq dediyim kimi, məsəl üçün yadınızdadırsa mən bir epizodu da deyəcəm. Avroliqalarda qapıcı gətirdi, Bosniyalı
Şehiç, Yo. Şey Milana da getdi, sonra Begoviç. Begoviç, ay sağ ol. Yadınızdadır da. Bəli, bəli. Yəni Begoviç oyunda burada səhv eləmişdimi? Yadınızda sağ olun. Yəqin ki məlum. Bir dənə Zirə ilə maçda. Bəli, elədi də səhv. Yəni bunu nəyə görə deyirəm? Begoviç kim? Begoviç Askin Avropanın adlı sanlı komandasında illərdən, uzun illərdən oynamış bir qapıçıdır. Yəni bunu niyə misal çəkdim? Bu səhv hər bir qapıçı üçün var, qaçılmazdır. Məşqçi odur ki, həmən dəqiqə, həmən saniyə o futbolçuların qoymasını, sınmasını. Həm də müəyyən kriteriyalarda amillər var, yanaşmalar var. Məsəl üçün meydanda bu gün Şahrudinin olması işimizə daha yarayır. Daha yaxşı belə deyək ki, sistemdə məsəl üçün bir belə deyim, legionerin meydanda artıq oynaması bizə sərf eləyir. Yəni yerli statüsü olduğuna Bəli, bunlar var. Bu şeylərin hamısını nəzərə almaq lazımdır. Yəni bunlar vacibdir, bilirsiniz necə. Bu da belə deyim, işin gedişatı üçün lazım olanda lazımı insanı, lazımı olan futbolçunu lazımı dərəcədə dəstəkləmək lazımdır. İndi yəni buna gəlirəm. Qaldı belə bu gün üçün istər Şahruddin olsun, istər Hüseyn olsun, istər digər olsun. Səhv qapısı üçün bağışlanılmazdı. Çünki son nöqtə odur. O son səhvi artıq heç kim sığortalayan bir. Bəli. Qarşıda Fransanın oyun var. Qapıda Rızanı qoyarsınız yoxsa Şahruddini? Mən Baş məşqçi işinə qarışmırsınız. Yəni mən də demək istəmirəm. Sadəcə olaraq seçiminiz olsa. Mənim üçün təcrübə önəmlidir. Yəni ki, əgər bu gün yəni futbol yanaşmamız düz olsun deyim, yəni bir qapıçı kimi mənim öz keçdiyim yol onu göstərib, zamanında mən onunla rastlaşmışam və daha qəbul eləməmişəm. Açıq, həqiqətən qəbul eləməmişəm. Nə dəxli var, mən dura bilərəm. Bu amillər olub, mənim özümdə olub, mənim özümü demişəm. Niyə məni qoymur, onu qoyur. Bu şeyləri zaman keçdikcə və görmüşəm, anlamışam. İndi ona doğru da, yəni ki, qərar doğru olduğu üçün mən o doğru qərarı deyəcəm. Yəni ki, hər bir qapıçı üçün təcrübə önəmlidir. Yəni ki, rəqabət gördüyü şeylər var meydanda, önəmlidir. Fransa kimi komandaya qarşı belə deyək götürəndə Rızada dura bilər, heç bir problem yoxdur. Hər bir kəs dura bilər. Amma sadəcə olaraq oyunda o dediyimiz psixoloji formada bacaracaqmı ayaqda qalmağa? Bax, bu amil var. Dözəcəkmi o təzyiqə, o rəqibə? Bax, bu amil var. Məncə, mənim fikrimcə Şahruddin ona dözə bilər. Şahruddin ona qarşı, belə deyim, tabi gətirə bilər. Amma bir gənc qapısı kimi yenə deyirəm, niyə də olmasın, ola da bilər, dura da bilər, əla da oynaya bilər. Amma o amildə biraz çətinlik çəkə bilər. Mən onun psixoloji çətinliyi çox olacaq. Psixoloji çətinlik və təzyiq demişəm. Zirvəsini siz yaşamısınız. Bəli. Neftçi ilə Birlik Kubokunda, yarımfinalda, məlum Pünik maçında. Yəni ondan böyük təzyiq mən xatırlamıram. Mən o vaxt jurnalistdə idim və elə yazıları yazırdım o vaxtda. Elə Futbolpizdə işləyirdik. Yəni elə bir ki, bütün ölkənin güvəni Neftçiyə idi. Bəli. Və Neftçinin də güvəni Hüseyn Məhəmmədova idi. Bu təzyiqin altına necə çıxdınız və onu necə xatırlayırsınız? Gözəl sualdır. İnanırsınız, verdiyiniz sualdan tüklərim biz olur. Yəni həqiqətən də bu gözəl xatirədir, gözəl gündür, gün idi bizim üçün. Həqiqətən həm gözəl gün idi, həm çox belə deyərdim çətin gün idi. İnanırsınız biz belə deyərdim, oyun qurtarmamışdan qabaq biz bilmirdik kimlə düşəcəyik. Bizim oyun Şerifdən idi. Bizdən sonra da Kaunasdan Pünik oynayırdı. Hələ onlar demək olar biz oyun qurtardı, birinci taym qurtarmışdı onlar da, ikinci taym dururdu. Mən də həqiqətən oyundan sonra belə deyim zədə aldım. Oyunda da zədə almışam. Çıxdıq, gəldik və biz belə deyərdim, nəyə görə bunu danışıram? Artıq otelə çatdıq, dedilər ki, Pünikdən düşmüşük. Dərhal
belə deyərdim, o əhval-ruhiyyəmiz, o sevincimiz, hər şey yaddan çıxdı, heç nə yadımıza gəlmir. Biz hara gəlmişik, nəyə gəlmişik, nə edirik? Bir dənə yadımıza bir şey saldıq ki, vətən, vətən, vətən üçün. Düşüncəmiz oldu ki, bunlar bizim, indi Allaha çox şükürlər olsun. Bütün Allah cənab prezidentimizi qorusun. Allah bizim şəhidlərə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Gözəl Azərbaycan ordusunun sahəsində bütün torpaqlarımızı geri qaytarmışıq. Şükürlər olsun bu günə. Biz həmən zaman təsəlli almaq üçün nəsə etməliydik. Bəli, çox Yəni vacib. bunu vacib idi və onun məsuliyyəti çox böyük idi. Kənan həqiqətən də çox çətinlik çəkirdik. 20 yanvar ərəfəsi. 20 yanvar 19 və yanvar, 19-u biz nəyə görə dedim, oteldə artıq əhval-ruhiyyəmiz dəyişdi. Yəni qorxmaq yox idi. Sadəcə olaraq düşündüyümüz şey oldu ki, vətən, Azərbaycan xalqı. Buradan nəticə önəmlidir. Burada qələbə ilə getməliyik ki, ən azından təsəlli olmalıdır. Biz göstərməliyik onlara. Millət olaraq ki, biz güclü millətik, istəkli millətik. Bir deyim ki, belə deyərdim ki, bizim qarşımızı mümkün deyil də bizdən üzbəyüzə çıxsa erməni qarşımıza alsın. Yəni biz bunu sübut eləməliyik. Elə oldu ki, elə oradan qalxdıq yuxarı. Ondan sonra bütün komandada belə deyərdim ki, bir anlığına başqa bir əhval-ruhiyyə yarandı. Psixoloji durum dəyişdi. Burada da nəsə eləmək lazımdır. Burada da nəsə bir addım atmaq lazımdır. O dediyimiz şeyə gəldik. O təcrübə, psixologiya, bunlar vacibdir. Burada vacib olan amillər var idi. Burada uca gördüm ki, variant nədir? Bir dənə variantımız var. Bir-bir uşaqlara dəstək olmaq. Buradan belə getməliyik, belə. Yəni bu mənlə olan uşaqlar hamısı bunu təsdiqləyə bilər. Hamımız bir-birimizə, məsələn Rəşad Sadıqov, hamı, nə bilim Vidad Rzayev, Mahmud, Emin, bütün uşaqlar demək olar ki, Elçin, ta kimlər, Zaur Tağzadə, hamımız. Bir nəfər kimi daha orada bizdə legionerlər var idi. İnan Allaha, Tom, Darko, inansızmı? Onlar da elə bil Azərbaycanlı idi. Onlar da elə bil yox, fakt həmən gündən elə bil Azərbaycanlı idilər. Onlar da məsuliyyəti başa düşdülər. Onlar da anlayırdılar. Mən onlara izah eləyirdim, deyirdim. Yəni bu yöndə itmədik. Psixoloji biraz, belə deyim, daha da ayaqda. Bir epizodu da deyəcəm, yəni uzun danışmayayım. Yo, danışın. Yəni həmən ərəfədə yığcam olmaq, bir olmaq tamam başqa şey idi. İnanırsam elə vaxt oldu ki, belə deyərdim ki, saat 4 idi, 5 idi. Həm mən travma almışdım, ölürdüm. Açıq ayağımın ağrısından yata da bilmirdim. Həm də bu bizi qoymurdu yatmağa ki, hazırlaşmalıyıq da, bu oyunu udmalıyıq. Oyuna da çıxanda dedim ki, razdivalkadan meydançaya kimi saldat kimi getməliyik. Əskər kimi qaçmalıyıq. Əskər necə qaça-qaça gedir döyüşə. Dedim, biz döyüşə gedirik. Dedim, elə çıxmalı. İnan, bilmirəm, o epizod var, bir rastınıza gəlsə, bir dənə baxarsınız. Razdivalkadan stadionun içinə qaçan ermənilər durmuşdu, biz qaça-qaça gəldik. ABŞ-ni yavaş-yavaş gəlirsən. Biz dedim ki, qaça-qaça, təzyiq göstərməliyik. Bax, inan Allaha and olsun. Bax, o yöndə, o formada uşaqlar bu oyuna istəkli, hazırlıqlı çıxdıq və qalib gəldik. Qalibin də səbəbi dediyimiz şeylər oldu. Ucuz aviabilet hansı günə var? Sualını tez-tez verirsinizsə, aybilet.az-a daxil olub, təqvim bölümünə keçid alın. Uçmaq istədiyiniz şəhəri daxil edin. Bu cədvəl sayəsində ən ucuz biletin hansı ayda və ayın neçəsi olduğunu öyrənə bilərsiniz. Əgər çətinlik çəksəz, saytın sağ tərəfindəki video təlimatdan faydalana və ya WhatsApp-dan dəstək ala bilərsiniz. aybilet.az. Səyahət bizimlə başlar. Bir döyüş briqada kimi, döyüş divizyon kimi. Göstərdik ki, biz birik və döyüşə gəldik. Yəni, onlara onu göstərdik. Bu qələbəni karyeramızın zirvəsi saymaq olar, ən böyük qələbəsi saymaq olar. Əlbəttə ki, necə də olmasın, bizim üçün ən, belə deyərdim ki, elə bir dönəm idi, dediyim kimi, elə bir vaxt idi ki, bizim, məsəl üçün, bəlkə də mən Allah nəsib eləsəydi, Liga çempionovu da alsaydım, bəlkə o
mənim üçün daha nəinki dünya çempionu da olsam ondan əziz sayaram mən onu. Yəni bizim üçün elə bir məqam idi, elə bir vaxt idi. Orada bir də iki məqamat oxunum. Baş məqsəd Ağasəl Mirzəvodov. Bəli, Düz bəli. bizi həmişə Ağasəl Mirzəvodun adı gələndə Fransa 0-10 məğlubiyyətinə Bəli, xatırlayır. Amma etiraf elə ki, Pünük üzərində qələbənin memarlarından biri də odur. Bəli, Və bir bəli. də Ramin Musayev faktoru. Mən üçün onu da yada salmasaq, Çox Ramin müəllim. Səfər hər gün gecə bütün otaqları bir-bir gəzir, futbolçular var. Bəli. Həmin anı Bəli, mən deyərdim, həqiqətən də elə oldu. Yəni ki, Ramin müəllimin böyük rolu oldu orada. Hər bir kəsə yaxınlaşırdı, dəstək Sonra olurdu. nə qablayıb da dəstək oldu. Bəli. Sonra belə bir epizodda danışım sizə. Bizə dəstək hər tərəfli oldu. Həqiqətən belə onun özü böyük psixoloji kömək idi bizə. Elə oldu ki, oyun günü bizə dedilər ki, iclas var. İclasa gəldi. Dedik, nə iclasdır? Yəni, bax, abısının belə bir şey olmur oyun günü. Dedilər ki, görüş var sizdən. Müəllim gəlib, Elşad müəllim gəlib. Mütləq görüşmək lazımdır. 5 dəqiqə, 10 dəqiqə söhbət eləmək lazımdır. Oteldə, yox. Oteldə, bəli. Elə oldu ki, gəldik toplantıya. Sağ olsunlar, gəldilər rəhbərliklər. Rəhbərin hamısı gəldi. Bizə lazımı olan informasiyanı çatdırdılar və dedilər ki, yəni bütün Cənab Prezident başda olmaqla bütün Azərbaycan xalqı sizdən qələbə gözləyir. Nə deyirsiniz? Mən durdum ayağa, mən açığı deyim, durdum dedim ki, Rövmək müəllim, narahat olmayın, biz buradan qalib gedəcəyik. Bütün Azərbaycan xalqını sevindirəcəyik. Hamıda biraz düzdür həyəcan var, amma yəni ən azından mən Kimsə bunu eləməli idi. Deməli lazımdır axı, nəsə deməli idi axı, kimsə deməli idi. O sualın cavab vermək lazım idi. O sualın cavabını verməsəydik, bəlkə də biz başqa bir mühitdə olardıq. Dedim, valla, buradakı uşaqların hamısının bir dənə, ancaq və ancaq bir dənə məqsədi var. Buradan qalib getməliyik. Xalqımızı və cənab prezidentimizi sevindirəcəyik. Heç bir problem ola bilməz. Belə də təsadüfən olmayan şeydir. Yəni, bu da həqiqətən orada bizə bir psixoloji kömək idi. Ramin müəllimin həqiqətən də orada böyük rolu oldu, çox dəstək oldu. Futbolçuların hər birinə bir-bir yalvarırdı, qadan zalım. Belə, yəni belə bir şeylər oldu. Öz deyir ki, mən demişdim, udursam da Bakıya qayıtdım. Yox, həqiqətən qoy ona da gəlim. Elə dediyimiz söhbətləri biz özümüz otaqda eləyirdik. Vidadi ilə qalırdım, mən Rızayevdən. Hə də bir də futbol, Allah eləmiş. Deyirdi, mən abi, nətər, həqiqətən də elə idi. Biz deyirdik, necə qayıdacaq? Ay Allah, nətər düşəcək aeroportda? Allah göstərməsin. Ancaq fikir, zikir buydu. Bir-birimizə sual verirdik, yox, mümkün deyil. Belə bir şey idi. Karyeranız heç də yüngül də zəif alınmayıb. 7 nəfər, 7 rəsmi, bir dənə də qeyri-rəsmi, 8 çempion, 7 çempionluğunuz var. Müxtəlif komandalarda bu çempionluğa nail olmusunuz. 4 kubok almışam Azərbaycan. 4 kubok, Azərbaycan kuboku. Bürünc, gümüş qalsın qırağa. Hələ onlar detallardır, yəni xırda para sayılır. Yəni həqiqətən də çox gözəl bir karyeranız olub. Biraz karyeranıza qısa nəzər salmağınızı istəyərdim. Mən açığı Turan Tovuzdan başlamışam. Turan Tovuzla çempion olmuşam. Tovuzlusunuz, ha? Bəli. Mən elə Tovuz futbol məktəbində yetişmiş bir futbol qapçıyam. Evim də həmən gördüyünüz o gözəl stadionun arxasındakı zdaniyalarda orada böyümüşəm. Elə demək olar ki, qoy bir yaxşı xatirələr danışım. Bəlkə də getsəz inşallah bir yönünüz düşsə bir onu yoxlayarsınız. Orada bir hasar var, yəni bizdə o zdaniyanın elə bizə hasarının ortasında bir dənə belə görəcəksiniz yer var. Şuluqluq eləyirdim. Stadiona belə fırlanıb gəlməkdənsə oranı vurub surudurdum, orada eşikdən keçirdim. Orada da qarolçu var, dalımla qaçırdı, bizi söyürdü ki, niyə eləyirsiniz? Yəni uşaq idik da, indi gör nə üçün eləmişəm onu, o sualı da verə bilərsiniz ki, Hüseyn müəllim, belə də gedə bilərdim ya. Nədir, bir tez buradan evimdən, evi də var, evimiz elə bil oradadır. Hasar da buradadır da. O başda evimiz. Avtovazal tərəfdən hasar deyirsiniz. O zdaniyada. Nədir, belə vaxtım getməsin. Elə tez oradan girim içəri futbol oynayım. Başlayım tez, vaxtım itməz. Yəni ona görə. Bəli, orada başlamışam. Yəni bunu da danışdım. Bu da gözəl bir xatirədir. Sonralar belə deyərdim ki, belə o dönəmdə keçdim Kəpəzə, Kəpəzdə başladım oynamağa, sonra Şəmkir, belə. Kəpəz karyeranız uğurlu alınmışdı. Bəli. Əslində
Biz Hüseyn Məhəmmədovu əslində belə Kəpəzdə tanıdıq. Bəli, açığı düzdür, mən Tovuzda o dərəcədə şans görə bilmirdim. Siz özünüz də yaxşı bilirsiniz ki, o dövrdə Nizami Sadıqov idi qapıda. Ona daha çox güvən var idi. Rəqabətə düz dediniz ki, mən uzmağı sevmirəm. Yox, mən uzmağı sevmirəm həqiqətən də. Yəni ki, rəqabət aparırdıq, həqiqətən də elə şans da olurdu, düşürdü. Mənə şans verdilər. Belə deyərdim ki, 4 oyun məğlubiyyətsiz oynadıq həmin oyunları. Rəhmətli Ruslan Abdullayev idi baş məşqçi və sonradan bizim Nizami bir belə deyərdim, həm yaşca böyükdür, həm bir komandanın kapitanı kimi geri dönüş eləməli idi. Həm mən gənc idim, baxmayaraq ona. Futbolda belə bir şeylər var, təsadüf deyil. Yəni bu futbol həmişə olub, olacaq da. Yəni bir karyerasında belə deyim, gənc bir qapıçı, yaşlı bir qapıçını əsas heyətdə olmaması biraz samballı görsənmirdi. Yerli kimi söhbət gedir, yerli futbol. Amma bəlkə də o yerli olmasaydı mən davamiyyətdə oynayacaqdım. Sadəcə olaraq ona görə o amillər, yəni ki, həmən sual verə bilərdiniz ki, Hüseyn müəllim 4 oyun məğlubiyyətsiz oynadın, amma səni təzədən zaminə qoydular. Yəni bu amillər var. Səbəbləri aydın. Səbəbləri Həm aydın. bir avtoriteti var. Bəli, avtoritet idi. Sakit Aliyev rəhmətli Nizami Sadıqovun bir avtoriteti var. Kimi həm də yaşlı hamıdan Yaşlı. böyük idi. Buna görə sonra artıq belə deyərdim ki, özüm rəqabətə davamiyyətli adamam. Sonralar müəyyən biraz maddi durğunluq oldu bizdə həqiqətən. Görsənən tərəfi oldu ki, Vidadi Əhmədovda çətinliklər yarandı. O rəqabətə görə Müharibə dövrü idi də. Bəli, rəqabətə görə bunu danışıram. Yəni ki, mən özüm qoyub getmədim. Hə. Gəldi məvacibə gələndə dedilər ki, məsəl üçün $100 tutaq ki, bu 5 nəfər alacaq əli. Mən də ona görə razılaşmadım və dedim mən gedirəm və mən sizə sübut eləyəcəm mən kiməm. Bax bu sözü demişəm. Əgər inanmasınız, Vidadi Əhmədovdan da soruşa bilərsiniz, bu gün Cəfərdən də soruşa bilərsiniz. Bir neçə futbolçular var, hansı ki onun şahidi. Dedim, Vidadi müəllim, mən sizə heç nə demirəm. Dedim, ver mənim pasportumu. Mən gedirəm, amma mən sizə sübut eləyəcəm. Sübut eləyəcəm mən kiməm. Hə, yəni ki, oradan da çıxdım və getdim Gəncəyə. Hə, Gəncəyə getdim, necə getdim? Yəni özləri dəvət edirdi. Mən o 21-in qapıçısı idim onda. Yəni belə deyərdim ki, yəni sual qaynaqlana bilər ki, Hüseyn Məhəmmədov əsas heyətin qapıçısı deyil. Necə təklif olur? Yəni o 21-də dururdum. Mahmud Qurbanov oynayırdı bizdən, Ceyhun Tanrıverdiyev oynayırdı, yəni gənclərdən. Onların da məlumatı var idi, bilirdilər, yəqin onlar orada nəsə informasiya vermişlər. Yəni gəldim, elə başladım həqiqətən də Gəncədə oynamağa, Gəncədə belə deyərdim ki, futbolçu kimi də parlamağa, belə deyərdim. Bir qapıçı kimi orada parlamağa başlamışam, açığı. Neftçidə oynamısınız 2 dəfə, yoxsa 3 dəfə artıq oynamısınız Neftçidə, sonra başqa standartda. Yəni Şəmkirdə, xüsusilə də. Yəni Olimpikdə bir neçə komandada oynamısınız. Bu komandalar içərisində sizin üçün ən yadda qalanı Gəncəni saymaq olarmı? Yəni sizə görə ən yaxşı dövrünüz hansı vaxt olur? Mənim üçün hər bir komanda yəni önəmlidir, yəni ayırmayacağam, amma həqiqətən də mənim üçün ən dəyərli olan Neftçidir. Nəyə görə? Çünki özünüz də bilirsiniz, dediyimiz kimi biz orada elə bir futbolda rast gəldiyimiz mühit, oyun heç birində olmadığına görə Neftçi mənim üçün dəyərlidir. Karyeriniz yenə də qeyd eləyək ki, uğurlu olubdu, amma yəqin ki, bu Tovuzda o rəqabət məsələsini çıxmaq üçün yəqin haqsızlıqlar da olub sizə qarşı. Tovuzda mı? Yox, ümumiyyətlə karyeriniz ərzində. Bir neçə, məsələn, məşqçilərlə nəyə görə deyirəm? Bu bəlkə də başqa cür başa görə. Sizinlə həmişə səmimi olmuşuq. Bəli. Biz sizi həmişə səmimi tanıyırıq. Mənə Biraz xasiyyət bəlkə də sizin bu səmimiliyiniz, belə bu sərbəst olmağınız bəlkə də kiməsə xoşuna gəlməyib. Ola bilər. Ola bilər. Bəlkə ünsiyyət məsələsi. Mən çox ünsiyyətli adamam. Mən ümumiyyətlə vəbşə istər futbolçu olsun, istəyir, yəni yerli, legioner, rəhbəri, hamı ilə ünsiyyət qurmağı bacaran insanam. Yəni ümumiyyətlə səmimi insanam. Yəni çalışıram hamı ilə dostluq edeyim, hamı ilə münasibətim yaxşı olsun. Özünüz gözəl bilirsiniz. İdman o demək deyil ki, elə mən idmanla məşğulam, hamı ilə belə deyim də, belə münasibətim olmasın, dostluğum olmasın. Yəni belə qapalı adam deyiləm. Hamı ilə
dostluq eləməyi bacaran adamam. Heç kimin də xətrinə dəyməmişəm, heç kimə də bir zərrə qədər nəsə bir maneə törətməmişəm. Heç xoşlamamışam da. Çalışmışam hamı ilə dost olum. Şükürlər olsun, bugün də elədir. Hamı ilə dostam, hamı tanıyır, küçədə adicə məni tanıyan, sevən, belə deyərdim, seyircilərimiz, baleşiklərimiz deyim. Bugün də görəndə deyirlər Hüseyn Məhəmmədovdur. Yəni, bu minvallı, bu formada ünsiyyət quran adam olmuşam. Amma olubdur karyeramda, məsəl üçün belə bir şey, zamanında Neftçidə olan dönəmdə, məsəl üçün, rastlaşdığım şeydir, yəni komandadan uzaqlaşmışam. Sadəcə olaraq Ağasəlim Mirzavalovla heç nədən durduğum yerdə, yəni ki, komandanın 50% olan bir mövqeyində olan bir futbolçu komandanı tərk edir. Yəni, belə hallar olub. Neftçi dediniz, Demyanenko'nun vaxtında da Bəli, Rami Musayevlə elə. Bəli, deyim, onu da deyim elə, gözəl yadıma saldınız. Bəli, olub o da. Demyanenko'nun vaxtıdır, yəni özünüz də bilirsiniz ki, Demyanenko kimdir, nəçidir, nə formada futbolçu olub və onun futbola baxışı, yəni savadı hamımız üçün məlumdur. Tanınmış SSR-in ən yaxşı futbolu, əfsanə olub, bəli. Yəni, bugün belə deyərdim ki, elə bizdə zbor oyun qabağı idi. Oyundan bir gün oteldə qalırdıq da. Biz zboru yığışırdıq, ambasadorda qalırdıq. Nəsə, uzundan sonra dedi ki, kim istəsə saat 12-yə kimi sərbəstdir də, gəzin, yəni qapanmayın, otaqlara girib oturmağa ehtiyac yoxdur. Gəzin, buralarda, hara istəyirsiniz. Saat 12-də adı boydu. Demyanenko deyirdi. Bəli, Demyanenko deyirdi. Yəni ki, deyirdi sərbəstsiz 12-yə qədər. Yəni, o deməkdir ki, elə gedin, oturun otaqda, elə bütün günü qalın səhərdə. Yəni, bir də stres olmasın da. Elə oldu ki, biz də getdik, elə çıxmışdıq, bütün uşaqlar zaten hamımız hərəmiz bir tərəfə çıxırıq, çay içirik. Mən də elə çay içirdim. Bir də bu minvalda da Ramin Musayev gələr. Hani bunlar nə bilim nə başlayır hay-huy salmağa. Demyanenko deyir, что здесь, ничего нет, тоже problem deyir. Nə var ki burada, nə problem var ki? Futbolisti saat 12-də adı boydu, hara istəyir gedə bilər. Burada sabah çıxacaq, futbolunu oynayacaq. Futbolçu profesional olmalıdır. Nəsə elə oldu ki, mən də oturmuşam, bir gün mənə zəng gəldi ki, bəs iclas var, gəl. O dedim, hələ vaxta var da, 12-yə qalıb, gələm. Elə yaxındır ya orada. Biz Rus səfirliyinin yanında. Yaydı da, otururuq, çay içirdik, orada qəşək çay verirdilər. Gəldim, gələndə gördüm ki, Demyanenko durub, Ramin Musayev durub, ikisi belə. Haradasınız, nə bilim nə, belə elə. Dedim ki, hələ vaxta var da. Yox, sən saat 12-də niyə otağında olmuşsun? Dedim, nə demək istəyirsən ki, Ramin müəllim, başa düşmədim. Söndü şeyə belə, Demyanenko. Ot, vidir. Dedim, niyə belə danışırsan, başa düşmədim. Məni yandıran da o oldu ki, Ramin Musayev, sən mənə bu şeyi eləməyin. Heç düz deyil də. Dedim, Ramin müəllim, əgər narahatçılıq varsa, narahat olmayın. Gedərəm, mən sumkamı götürüb çıxıb gedərəm. Demyanenko dedi ki, все, да, как хочешь. Ты что, хочешь, что, выгонять? Belə dedi ona. Üçlüm, bu da belə getdim, sumkamı götürdüm, çıxdım getdim. Amma Ramin Musayev bilməli idi ki, mən Hüseyn Məhəmmədovam. Məncə də əgər baş məşqçi, mən düşünürəm ki, komandaya, kluba rəhbərliyi, rəhbər tərəflərdə, amma komandanın özünün intisamıdır falan da ona baş məşqçi cavab deyir. Əgər baş məşqçi icazə veribsə ki, bu adam gəlsin çay içsin və yaxud da gəlsin istirahət eləsin, o baş məşqçi cavab. Bəli, yəni Hüseyn Məhəmmədov həmən günü səhərsi gündür maçda pis oynasaydı. Bəli, tamamilə doğru. Səhvlərə yol versəydi, onda Ramin müəllim gəlib deyə bilərdi ki, Demyanenko, sənin qapıçın qıraqda oturub, çay içirdim. Amma mən sənə orada demədim, amma bu belə bir də olmadı. Yoxsa ki, elə özündən qərar vermək. Bəli, elə bir qərar verildi, elə bir Mənim var yetirəm, Demyanenko dönəmdə müdaxilə edirdi. Yəni hegemon kimi görsənmək istəyir, amma o da bəzən mənfi. Bəli. Mən indi yəni deyirəm, belə şeylərdən rast gəlmişik, olub futbolda. İndi futbol karyerası zəngindir, hər şeydə xeyir var. Oldu, indi belə deyim də, yenə deyirəm,
mən həmişə öz işimdə məsuliyyətli olmuşam. Düzdür, açığın deyim sizə, biraz şulu olsam da, sevgim işimə heç nə onun qabağını kəsə bilməzdi. Heç nəyə qurban verməmişəm. İşimi heç nəyə qurban verməmişəm. Həmişə demişəm işim, əziyyətim. Bir məqama toxunmaq istəyirəm. Mən yadıma düşürsə istəmirəm yadlansın bu məsələ. Sizin Tovuz məsələsinə toxunduq. Yəni mənim Tovuzda da bir tez-tez gedib gəlir Kənanla birdə sağ olsun PFL-in layihəsi çərçivəsində Tovuzlular futbol sevirlər. Münasibətimiz də yaxşıdır. Biraz yerpərəstlər də var onların. Həmişə Tovuz məsələsi. Bəli. Siz mənə diqqətimi çəkən məsələ odur ki, qısa müddət oynamısınız Tovuzda və Tovuzda da məşqçi kimi işləməmisiniz. Sizə Tovuz publikasının münasibəti necədir? Və biraz da qayıdıram əvvəlki dövrə. Şəmkirdə siz dayanan vaxtda ya xatırlayırsınız Neftçi ilə Qızıl oyuna gedib. Bəli. Tovuzda bir ağır oyununuz oldu, qələbə qazanmışdınız. Həmin oyundan sonra Tovuzlarda sizə qarşı bir sanki nifrət yaranmışdı. Bəli. Siz həmin oyunda hesab 1-1 olanda Nadir Nəbiyevə də vurmuşdunuz. O da böyük qalmaqalı yaranmışdı. Düz olub ki, bu səbəb tam o dönəmə qayıdıram. Ay sağ ol. Necədir münasibətiniz Tovuz publikasıyla? O həmin dönəm həqiqətən də bir sizə qarşı bir nifrət yaranmışdımı? Və sonradan da mesela Tovuza heç vaxt işləmək üçün dəvət almamışsınız. Günü bu gün də Tovuzda olanda Tovuzda işləməmisiniz. Bax bu mövzuya toxunmaq istəyirəm. Hüseyn Məmmədov və Tovuz mövzusu, Tovuz futbolu mövzusu. Gözəl xatirələrdir. Yəni nadir münasibətiniz olmuşdu. Qəşəng xatirədir. Həqiqətən də deməli bizim Tovuzda oynadığımız dönəm. Deməli ümumiyyətlə mən Tovuza hər zaman gələndə bir Tovuzlu kimi özünüz yaxşı bilirsiniz, Tovuz cəmiyyəti futbol sevəndir. Həqiqətən də futbola sevgiləri var. Yəni sevə-sevə gəlirlər futbola. Hamının belə deyərdim, indi mənim uşaqlığım orada keçib, futbol orada başlamışam. Mənim futbol məktəbim oradır. Mənim müəllimim var orada, Əli müəllim. Sizin vasitənizdən ona çoxlu salam göndərirəm buradan. Həqiqətən əziyyəti böyükdür üstümdə. Yəni belə deyərdim ki, həmən dövrdə, həmən dönəmdə istər Kəpəzdən gedərdim, istər Şəmkirdən gedərdim, mənə nifrətləri var idi. Mən də çönürdüm, deyirdim ki, mən burada futbol oynayıram, ona görə ki, aləmi dolandırıram da, mənə burada pul verirlər, mən gəlməmişəm keyfimdən bura. Yəni, müəyyən diskusiyalar eləyirdim də, deyirdim ki, halbuki mənim qardaşlarım oradan Turana balet eləyir, mən oynayıram Kəpəzdən, bunlar Turana balet eləyir. Mənim Allah ölənlərinizə rəhmət edir. Atam Turana balet eləyir. Nə olsun oğlu oynayırdı Kəpəzdə. Yəni atam da futbol sevən olub. Yəni futbol baleşik olub. Yəni Şəmkir oyununa gələcəm. Yəni bəli, mən yəni deməkdə məqsədim nədir? İstəyir Kəpəzdən də gələydim o dövrdə. Heylə idi. Şəmkirdən də gələndə heylə idi. Yəni bir tək Şəmkirdən olmur bu hadisə. Sevgi var axı, öz komandasını dəstəkləyir. Mən də Tovuzlu kimi orada oynayıram. Mənə istər-istəməz nifrətlər oyanır. Gəl sən niyə orada oynayırsan? Gəl Tovuzda oyna. Deyəmirəm ki, Tovuzda oynayım. Çağırsınlar onu. Çağırsın, gəlim oynayım. Mən zəif idim axı, mən çıxdım, getdim. Elə oldu ki, oyunun 88-ci dəqiqələri olar. Belə bir vaxtı hardasa hesabda bir-birdir. Hesabda bir-birdir, bizə də qələbə lazımdır. Deməli, oyun bizim meydana elə bir Ştrafnoyun başı tərəfində Mehman Yunusovdan mən lazım olsa o verdiyiniz o suala cavab olaraq da dediniz ki, Nadir Nəbiyevi vurdunuz. Mən ona görə deyərdim ki, o kaseti hardasa tapıb bir gün mütləq göstərəcəm. Epizoda bax, bunlar dəyir bir-birinə, stık, Nadir yıxılır yerdə, mən gəlirəm Nadiri qaldırım ki, vaxtı aparma. Vaxtı aparma da, Nadir dur, heç nə olmuyor. Belə qaldıranda gördüm ki, burasından qan gedir. Burasından qan gedir deyim, mən indi hayhül salmışam ki, oyunu dayandır, oyunu bunu qan aparır da burası. Mən əksinə orada, belə deyək, humanistlik elədim, əksinə mən orada yaxşılıq elədim, əksinə mən gördüm ki, bunun alnı partlayıb, mən orada qışqırırdım ki, topu vur qırağa çıxar, dedim, əlimlə şey elədim ki, topu vurun qırağa çıxardım, mən elə bildim ona qədər, bu özü qəsdən eləyir, vaxt aparsın. Fikrimi tutabiliriz. Yəni orada anlaşılmamazlıq olub. Sadəcə olaraq mən orada Nadiri nə vurmamışam, nə də heç nə. O yıxılmışdı, mən sadəcə onu qaldırdım ki, vaxtı aparmasın. Mən də qaldıranda gördüm ki, burası
qanıyır. Qaldırdım kömək elə, təzədən qışqırıram, topu çölə çıxar, topu çölə çıxar. Hara topu çölə çıxar? Bizə lazımdır. Çempion 90 olmaq. dönüş dəqiqədə vidadır zəng vurmuşdu. Ataka getdi həmin epizod. Şey elədim, sudya qışqırıram ki, bunun alnı çatlayıb da, bu qan gedir bunun şey elə. Təzədən ora bura zahmat elə başa düşdü ki, mən eləmişəm, nəsə mən bunu olmuşam. Belə anlaşılmamazlıq oldu, başladılar, mən söylürlər. Mən söydülər. Mən də deyirəm, mən niyə söyürsüz, mən nağarmışam. Belə, biraz indi Baleşikdə hardan bilsin ki, mən vurmuşam. İndi epizodda eləmi baxırlar, indi kim, azart ancaq beyində odur ki, nə. Qaldı belə düzdür, o sualın qaynaqlanan tərəfini də deyəcəm. Mən həqiqətən də təklif deyəndə belə deyim, Tovuz Turan klubundan mənə təklif olsa, əlbəttə ki, sevə-sevə gedərəm. Niyə də getməyim ki? Çox bəlkə də düşünər, fikirləşər insanlar ki, mənim bugün Allah yenə ölənlərə rəhmət eləsin, atanın orada qəbri, anamın qəbri orada, biz öz tozluyuq da. Düzdür, mən açığı belə götürəndə biz toza gəlmək, açığı mən ləzgiyəm, açığı bilmək istəyirsinizsə, mən Dağıstandan gələnlərdənik də, dədə babalarımız, Tozdan da olmuşsun. Mən amma tozluyam, bəli, bir atam orada, anam orada, biz qohum əqrəbələr var. Yəni bu yöndə qaldım, əlbəttə ki, sevə-sevə gedərəm. Təklif olsa niyə də olmasın, niyə də getməyək? Biz oradan yetirməsi, biz çalışarıq ki, istəyir Gəncə olsun, istəyir Neftçi olsun, digər klublar olsun. Harda işləmirsən, sonra sevə-sevə gedərsən. Düzdürmü? Bugün mənə, bəli, Karvandan təklif var. Məsəl üçün, orada oynamışam. Bunlar hamısı, bilirsiniz necədir? Yəni, ən azından bir yaxşı təəssürat bağışlayan şeydir. Mən bir qapıcı məşqçi kimi, istəyir məşqçi kimi, hansısa bir klubda oynamışamsa, ora gedirəmsə, onun özü böyük bir stimuldur. Onun özü bir böyük dəyərdir. Bax, bugün Real Madrid'e kim getdi? Baş məşqçi olaraq. Real Madrid'in baş məşqçisi. Onun üçün fəxrdir. Onun üçün prestijdir. Yəni, bu olmalıdır. İndi inşallah bir gün Tovuz Turan'ın İnşallah. Hamısı bizim klubumuzda sözsüz olmaz. Hazır Tovuz məsələsi oradan olduğuza gördü. Bir də bir məsələ sizə soruşum. Mən kariyerdə buraxdığınız ən, belə deyək, kobud səhv deyəcəyim. Mən o Tərlan Əhmədovun səvirdə bir qol var idi. Bəli. Bir oyun istəyirəm. O kobud səhvdir, o qaşaya kuriozlu qoldur. O necə kobud səhv ola bilər ki, top gəlir, belə deyim də, özünüz də görmüsünüz epizodu. Mən sadəcə olaraq... Gözləmirdiniz yerə bir zərbə buraxdım. Bəli, sadəcə olaraq bir dənə epizod deyim sizə. Ona deyirlər gözlənilməyən zərbə, qapıçı üstündə... Bəlkə Tərlan Əhmədov özü də gözləmirdi ki, o top girer. Vallahi top küləyi idi, həqiqətən də oyunun... Yağışlı, küləkli hava idi. Zərbəsi də yaxşı alındı, topun istiqaməti, gəlməyi. Mən görürsünüz necə gedirəm, qapıya düşürəm. Daha mən trayektoriyanı, belə deyək, həmən epizodu analiz eləməmişdim ki, o zərbə oradan gələ, o minvalda ora tuş gələ də. Özünüzdə səhv görürsünüz, yoxsa yox? Əlbəttə ki, səhv görürəm. Hər topu gözləməlisən. O demək deyil ki, ora gəldi, elə mən vururam, gözlə, belə bir şey yoxdur. Aydın. Ceyhun Məhəmmədovun qapçılığını yadıma salmağa çalışıram. Kobud səhv yoxdur, yəni bir-iki şeylərdə. Yəni olub, belə amma abardıcı olmur. Yəni abardıcı heç vaxt səhv yoxdur. Qapçı qol buraxar. Yəni uzaqdan da buraxar, yaxından da buraxar. Bir əhvalat danışırmı sizə? Bəli, buyurun. Kobud səhvim. Desəm inanmazsınız necə? Maltada oynayırıq, Zborna Malta ilə. Deməli, onlarda Kazel Sulatin'da bir dənə futbolçu var idi. Bəstə boyuydu. Bir dəhşət sürəti var idi. Dəhşət. İndi yəqin yaxşı sürəti, yaxşı futbolçuymuş ki, o gedib Almaniyada oynayır da. Deməli, Tərlan Əhmədov verir topu mənə arxaya. Bu qapıdır. Topu verir belə arxaya. Mən çıxıram ki, kömək eləyim də. Gördüm oyunçu gəlir, verir mənə. Mən də topu bərk verdi də, biraz yerindən, yavaş verəsi deyir ki, sürətli gəldi. Mən öz aləmimdə fikirləşdim ki, bu zonada, bu oyuncu buradadır da, demək olar ki, buradadır. Məsafət çox idi, haradasa olardı bir
15-20 metr. 15 metr olardı. 20 metre yalan deyirəm. 15 metrə topun gəlişi zadı, bunun sürəti gəlməyi beynimdə hesabladım ki, mən topu buraxıb dərhal ayağımın arasından buraxıb Vuracaqsın. sönüb Cinaha dəyişsin. cinaha dəyişəcəm. Məqsəd odur. Aşı bizi sıxıblar axı palavinamızda. Elə pas gəldi. Ayağımın arasından buraxdım. Mən özlüyümdə fikirləşdim ki, topun sürəti alınardı. Gördüm top sürətləndi, top məndən get-gedə aralandı. Çönənə kimi məsafə çoxalır axı. Mən çönəndə gördüm top məndən 1-2 metrə qabaqdadır. Sürət yığana kimi o da o yandan gəldi. Hop topu uğradı. Gol. Cavab səhvlərindən biri budur. Olur səhvlər. Bəli, Yəni Yəni səhvsiz qapıcı. əlbəttə ki, etiraf eləməliyik. Yox, mən ideal olmuşam, mən səhv eləməmişəm. Çox belə deyək, çox qutarışlarım da olub. Ən çox da bacardığım şeylərdən birini sizə vurğulayım. Məqamında, lazımı anda komandamı belə deyim, motivasiya eləyə bilmişəm oyunumla. Komanda oyunçusu olmusunuz. bəli. Vaxt aparmağı da yaxşı Bəli, bacarırsınız. bəli. Yəni o da bir məqam lazım olan o işin mükəmməli. Bəli, çox həddindən nümunəsi. artıq, həddindən artıq. Uğurlu yerli karyeranız uğurlu olub, düzdür. Maşın sazidə də Bəli, İranda da oynamışam. Məcburiyyətdən olubdu. Bəli, Yəni bəli. Çempionatımız dayanmışdı. Başqa təklifləriniz olubmu? Yəni məsələn Rusiyadan, Ukraynadan və yaxud da ki Avropadan təklifləriniz olubmu bu karyeranız ərzində? Açığı deyim, yalan deyərəm. Yalandan durub deyək ki, bəlkə də o vaxt məlumatlarımız yox idi. Yəni belə deyək, belə bir sistem yox idi. Yəni bir menecer sistemi idi, bu əlaqələr, nə bilim bu yöndə biraz çox kasat idi. Həqiqətən informasiya deyilən şey bizə gəlib çatması biraz çox çətin idi. Amma 99% təklifim Amerikada olub. Açığı Amerikada olub. Biz Amerikaya gedəndə Turanla 90-cı illərin Bəli, əvvəl. 95-ci illə idi. Biz onda Amerikaya gedəndə orada futbol oynadıq. Bir yalan olmasa 6-7 oyun oynadıq. Bəlkə də 6 oyun oldu səhv Özdə eləmirəm. qeyri-standart meydançalarda Bəli, biz orada oynadıq, əsas böyük polyalarda oynadıq. Çünki dünya çempionatından sonra orada futbola sevgi artmışdı. Bəli. Artıq gözəl stadionlar, demək olar ki, belə plan, belə dəhşət, belə möcüzə idi bir sözlə. Deyiləsi deyil, düz Amerikadır. Asiyaya getmişdi. Biz Portlandaydıq. Portlandda belə deyək, onlarda ən belə deyək, imkanlı adamların şəhəri sayılır. Çünki çox mənzərəli, dağlı yerlərdir. Belə deyərdim ki, həddindən artıq gözəl idi. Orada da özünüz yaxşı bilirsiniz də, Amerikan futbolu var, Amerikanski futbolu var. Regbiyə Bir oxşayan. də basketboldur da, belə idman şahı orada. Bəli. Amma bu futbol təzə yaranmışdı. Biz orada müəyyən komandaların regionları var. Orada çox böyük belə deyərdim, ştatlar var, ştatların klubları var. O qədərdir ki, Allah and olsun, heç bilmirsən nədir. Bu şimdi gəldik, oynadıq orada. Biz sadəcə olaraq təklifi hardan aldıq? Təklifi aldığımız zaman biz Kolizey futbol oynadıq. Bizə təklif Kolizeydən gəldi. Yəni balaca meydanı Böyük futboldan yox, Kolizeydən. Biz oynadıq orada ştatın çempionuna. Onların da baş məşqçisi Serbi idi. Deməli, oynadıq həmən oyunu, açığı bizə izah elədilər, necə oynayırıq, qapısı necə başlamalıdır. İzah elədilər. Mini futbolun şey Bəli, var. biz oynamamışıq, harda görmüşük? Chessboard. Chessboard idi. O gəldik, oynadıq, şimdi başladıq təzə-təzə. Bunları utduq. İndi bunları udmuşuq, bunlar dəli olublar. Bunlar deyir, yox, siz bu futbolu oynamışsınız. Deyir, ya kişi, biz böyle futbol oynamışıq, nə danışırlar. Həmən onda bizə 3 nəfərə təklif gəldi. Vidadir Zayev, Moruq, Hasikin, İlham var idi, Məmmədov. Almaniyada. Ona bir də mənə. Onu da açığı biz hardan bildik? Orada üstümüzdə bir Saşa var idi. Ukraynadan gedib orada yaşayıb qaçanlardan idi. O təcrübəsi idi. Bizim üstümüzdə bələdçi kimi idi. O gəldi, nəsə sonradan sonra dedi, mən qorxuram, sizə bir dənə şey demək istəyirəm, amma xahiş edirəm, sizdə orada ağsaqqal adam var, sizin, o bu kimi deyir. Deyirəm, nə olub? Dedi ki, onda da Fəthullah Hüseynov, Allah rəhmət eləsin.
o bizim üstümüzdə getmişdi də, bizdən getmişdi. Bu da ona deyəndə bu deyib ki, bax səni polisə verərəm, bunlara heç nə demə. Nəsə dedi, düzdür, indi o vaxt belə imkanımız da yox idi. Yəni gücümüz də çatmırdı ki, nəsə belə bir poyezdkaya gedək, belə bir yerə gedək. Və belə. Hüseyn müəllim, təşəkkür edirəm. Minnətdaram gəldiyinizə görə. Çox sağ olun, çox Maraqlı sağ olun. söhbət oldu. Hüseyn Məmmədovu tanıyırdıq. Karyerasında bələdiyyə başqa məqamlar da çıxdı ortaya, maraqlı oldu. Bəli, bəli. Təşəkkür edirəm. İnşallah növbəti verilişlərdə bir yerdə İnşallah. sizlə Mən də sizə təşəkkür edirəm. Hər zaman dəvətinizə hazıram gəlməyə. Vaxtım olarsa, zamanım olarsa, burada olarıqsa heç bir vaxt problem yoxdur. Təşəkkür. Çox sağ ol. Minnətdaram. Anar, çox sağ ol sənə. Sağ ol, Təşəkkür çox edirəm. sağ ol. 11 adamın növbəti buraxılışında da başa çatdı. Sağ olun, salamat qalın.